Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə gavalıdan turşu hazırlayacağıq. Burada azca gavalılarımın rəngi dəyişirilibdir, yəni belə yaxşıdır. İstəyirsiniz lap yaşıl, bax belə yaşıl da hazırlaya bilərsiniz. İndi gavalılarımızı bankalarımıza dolduraq. Mən 3 litrlik bankaya dolduracağım. Siz desəniz 2 litrliyə, 1 litrliyə də yığa bilərsiniz. Bankalarımızı təmiz yumuşuq. Gavalılarımızı təmiz yumuşuq. Bankalarımıza dolduraq. Burada məndə nanə var, yəni mən nanə də əlavə edirəm bankamıza, yəni turşumuzun içərisinə. Əgər siz sevmirsinizsə, nanə əlavə etməyə bilərsiniz. Bir bankamızı yaxşı möhkəm doldurduq. İçərisinə 3 dolu xörək qaşığı duz əlavə edək. Hələ istəsəniz 4 xörək qaşığı da əlavə edə bilərsiniz. Yəni yaxşı ləzzətli alınsın deyə 4 xörək qaşığı əlavə edin. Budur bax belə. Qaynar su əlavə edəcəyik bankalarımızın üzərinə. Birinci krişkalarımızın üzərinə qaynar su tökək. Sterilizovat olunsun. Sonra da gavalılarımızın üzərinə qaynar su əlavə edəcəyik. Bankamız dolunca qaynar su dolduracağıq hamısını. Özüm az-az əlavə edirəm ki, bankalarımız qırılmasın. İnşallah qırılmaz, yaxşı alınar. Uksusumuzu əlavə edək. Hər 3 litrliyimizə 1 çay qaşığı uksus əlavə edəcəyik. Balaca çay qaşığı. Ağzının krişkasını qoyduq. İndi bankamızı bağlayaq. Bankalarımızı bağladıq. Çox gözəl, möhtəşəm görünüşü var. Hər il mən beləcə bağlayıram. Yəni qorxmayın ki, qıcqırar, atar, nəsə bir şey olar. Çox gözəl alınır. Xeyir iş üçün hazırlayın, bayramlar üçün hazırlayın. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə gavalı turşusu hazırlayın. Yeyənlərə nuş olsun. Göz haqqınızı halal edin. Çox sağ olun.